Hər kəsə salam uşaqlar. Bu gün sizinlə baxacağıq 7-ci sinif monitorinq suallarına. Başlayaq uşaqlar 1-ci sualdan. 1-ci sualda bizə deyir ki, verilmiş kəsirləri onluq kəsir şəklində yazın. Gəlin baxaq uşaqlar, onluq kəsirə çevirəndə nə edirdik? Gəlin yazaq. Deməli, misal 1. Yazıram, tapşırıq 1. Deməli, 7-ni bölürəm uşaqlar 15-ə. 7-nin içində 15 olmadığı üçün yazıram 0 tam. Burada atdım 1 0. 70-in içində 15 deməli yerləşəcək neçə dəfə? 4 dəfə. Çıxılsın 60. Qaldı nə uşaqlar? 10. Onun içində 15 yerləşmədiyi üçün 1 0 artırıram. Olur 100. 100-ün içində 15 düşəcək neçə dəfə uşaqlar? Deməli 5 dəfə. 6 dəfə olanda neçə olur? 60, 90. 6 dəfə düşür. Çıxdım 90, yenə qaldı 10. 1 0 artırdım 100 və 10 və s. bu şəkildə davam edir. Bu da nə deməkdir uşaqlar? 0 tam dövrdə, deməli 4, 6 bu şəkildə. Deməli, birincinin cavabı oldu 0 tam 4 dövrdə 6. İndi keçir uşaqlar ikinciyə. Bunu silirəm. İndi ikincini bölürəm. Deməli, verib 2 tam 18-də 11. Tam hissə olduğu kimi qalır uşaqlar. Onu dəyişməyə ehtiyac yoxdur. Elə 11-i böləcəm 18-ə. 11-in içində 18 uşaqlar olmadığı üçün nə edirəm? Yazıram 0 tam. Burada artırıram 1 0. 110-un içində 18. Görək neçə dəfə yerləşir? 6 dəfə olanda 60, 48, 108, 6 dəfə yerləşir. Çıxıram 108-i, qalır 2. 2-nin içində 18 olmadığı üçün 1 0 artırım 18-in 20, 18-in içərisinə bir dəfə çıxdım 18, qaldı yenə 2, 1 0 artırdım 20 və s. Deməli, bu deməkdir ki, burada birlər davam edir. Yəni, bu da nəyə bərabər olacaq uşaqlar? 0 tam 6 dövrdə 1. Bu da oldu ikincinin cavabı. Bizim də burada bir dənə bu tam hissəmiz olduğu üçün onu da yazıram yerinə. Deməli, nə olur? Cavabımız olacaq 2 tam dövrdə 1. Olur bizdə cavabımız A bəndi 0 tam 4 dövrdə 6, 2,6 dövrdə 1 A bəndi. Sonra keçirəm uşaqlar tapşırıq 2-yə. Tapşırıq 2-də bizə nə verib? Dövrü kəsirlər deyir, adi kəsirə çevirəm. Gəlin çeviririk uşaqlar. Bunu çevirmək lap asandır. Nə edirik? Tam hissə olduğu kimi qalır. Mötərizənin içərisindəki ədədin sayı qədər məxrəcə 9 yazırıq. Surədə də mötərizədəki ədədin özünü. Bu oldu 2 tam 9-da 5. 2 dənə cavabımız var. 9-da 5-dən başlayan və keçirəm digərinə 0 tam 9 virgül mötərizədə 1. Bu nə olur uşaqlar? Məxrəcə nə yazıram? Mötərizədəki ədədin sayı qədər yazıram 9. Ortadakı, baxın, bu ədədin sayı qədər yazıram 0. Surətdə nə olur? 91 çıxılsın 9. Bərabərdir 90-da 82. İxtisar apardım 45-də 41. Oldu cavabımız C bəndi. Sonra keçdim 3-cü tapşırığı uşaqlar. Deyir, şəklə əsasən A və B-nin dərəcə ölçüsünü müəyyən edin. Gəlin baxaq. Deməli, uşaqlar sadə sualdır. Bilirik ki, açıq bucaq 180 dərəcədir. 180-in 80-ni burada verib. Qaldı 100 dərəcə. 100 dərəcənin 45-ini burada verib. Bizə nə qədərlə qaldı uşaqlar? Burada 55. Oldu D bəndi. Sonra keçirəm 4-ə. Deyir, üçbucağın tən bölənləri onun bucaqlarının hər birini uyğun olaraq 35, 45 və 10 dərəcəli iki bucağa bölür. Üçbucağın bucaqlarını tapın. Uşaqlar, tən bölən nə idi? Bir bucağı, deməli, 2 dənə eyni bucağa bölürdü. Misal üçün. Bura 10 dərəcədirsə, tən bölən bunu 2 bucağa bölür 10 dərəcə. Yəni, bu bucaqlarımız əslində neçəymiş? 70, 90 və 20 dərəcəymiş. 70, 90, 20 bu bəndi. Sonra keçirəm 5-ə. Deyir, şəklə əsasən MON-nin dərəcə ölçüsünü tapın. Uşaqlar, deməli, burada dərəcə ölçüsünü istəyir. Bu, eyni işarə o deməkdir ki, yəni bu bucaqlar bərabərdir. Bura alfadırsa, burada alfadır. Və düz bucaqlı olduğu üçün deməli bu bucaq MOK 90 dərəcədir. Buradan da 90-ı böləcəyik 2-yə. Çünki 90-ı 2 yerə bölüb bu ON. Ona görə də düşəcək hərəsinə 45, 45 bu bəndi. Belə. Sonra uşaqlar keçək 6-ya.
Deyir ki, bərabər yanlış bucağın bucaqlarından biri 50 dərəcə olarsa, bu üç bucağın digər bucaqlarını təyin edin. Uşaqlar, bərabər yanlış bucağın bucaqlarından biri deyəndə burada iki hal yaranır. İki dənə üç bucaq çəkirəm. Birincisi, yan tərəflər 50-50 ola bilər. Buraya yan tərəflər 50-50-dirsə, təpə bucağımız olacaq 80 dərəcə. Və ya təpə bucağımız 50 dərəcədirsə, deməli yerdə nə qalır? 130 dərəcə. Onu da bölüşdürürəm iki bucaq arasında 65, 65. Olacaq deməli 65, 65, 50 və ya 50, 50, 80 C bəndi. Bu da belə, bunu silirəm, keçirəm, tapşırıq 7-yə deyir. Verilmiş ifadəni qüvvətə yüksəldin. Gəlin bunu yazaq. 8 A-nın kubu B C üstü 6-nın kvadratı bərabərdir. Mənfi 8-in kvadratı nə edir uşaqlar? 64. Bu dəyişənləri kvadrata yüksəldəndə üstünü vururuq. Bir-birinə vururuq. Deməli, nə olacaq burada? A üstü 3-ü 2-yə vuranda 6. B üstündə 1 var. 1-i 2-yə vuranda 2. C üstü 12. Deməli, 64, A üstü 6, B üstü 2, C üstü 12, B bəndi. Sonra 64 üzrü sayın. A bəndi. 64 deyirəm, 8-ə baxıram. Sonra keçdik uşaqlar 8-ci tapşırığa. 8-də deyir ki, M mənfi 2 olarsa ifadənin qiymətini tapın. M bərabərdir mənfi 2-yə. M kvadratı plus 4M bölünsün. 2M plus 2. Asan sualdır uşaqlar. Deməli, burada nə edirəm? M-i çıxardıram mötərizə xaricinə. Əslində çıxartmaya da bilərəm, çünki çıxarıb çıxarmamaqla arasında heç bir fərq yoxdur. Gəlin yazaq yerinə. Mənfi 2-nin kvadratı 4. Üstə gələk. 4 vurulsun mənfi 2 bölünsün. 2 vurulsun mənfi 2 üstə gələk 2 bərabərdir. 4 çıxılsın 8 bölünsün. 2-ni mənfi 2-yə mənfi 4 üstə gələk 2. Bərabərdir. Mənfi 4 bölünsün. Mənfi 2. Mənfilər bir-birindən gedir. Qalır. Cavabımız 2-dir bəndi. Sonra keçirəm 9-a uşaqlar. Deyir, bərabərsizliyin tam həllərini yazın. Mənfi 4 kiçikdir x, kiçik bərabərdir 3. Bərabər, 2 qat bərabərsizlikdir uşaqlar. Burada deməli x dəyişəni alır nəyi? Mənfi 3, mənfi 2. Mənfi 1, sonra 0, 1, 2 və 3-ün özünü. Yəni, burada uşaqlar, bu bərabərsizlikdə 3-ü bərabərlik olduğuna görə 3-ün qiymətini alır, amma mənfi 4-ü bərabərlik olmadığı üçün almır. Bizə nə istəyir bunların? Tam həllərini istəyir. Sayını istəyir. 1, 2, 3, 4, 5, 6, 7 dənədir bəndə. Sonra keçək 8-ə, yox 10-a. Onda uşaqlar bizə verib nə? NA-nı verib. NA çoxluqlarla bağlı tapşırıqdır. NA-mız 30-dur. B-miz 40-dır və NA kəsişmə. B-miz nədir? 15-dir. Uşaqlar, baxın bu nə deməkdir? Bizdən NA birləşmə B-ni istəyir. Bunun düsturu da var. Düstursuz da yaza bilərik. Gəlin baxaq. Deməli, əvvəlcə Euler-Venn diaqramını çəkirəm. Kəsişməmizdə var 15 dənə. Deməli, nə? Element. Bu A çoxluğu olsun, bu B çoxluğu. Uşaqlar, A çoxluğunda, A çoxluğu deyəndə baxın bunun hamısı nəzərdə tutulur. Burada var 30 dənə element. Bu 30-un 15-i buradadır, 15-i də buradadır. Sonra, bu B çoxluğunda isə uşaqlar. Baxın, bu da B çoxluğudur. Bu B çoxluğunda var 40 dənə element. 15-i buradadır, 25-i də buradadır. Bizə indi istəyir nə? A birləşmə B-ni. A birləşmə B bərabərdir 15 plus 15 plus 25. Bu da nə eləyəcək? 55. 55 dənə elementi var uşaqlar. Cavab A bəndidir. Düsturla da yaza bilərik. Gəlin düsturla da yazaq bunu uşaqlar. Deməli, A birləşmə B bərabərdir. NA plus MB minus NA kəsişmə B. Yəni, yerinə qoyaq, hesablayaq. Yəni, cavabın dəqiqliyini də gözünüzdən görün. Neyin eləyin uşaqlar? 30 üstə gələk 40 çıxılsın 15. Bu da bərabər olacaq 55-ə. Gördünüz uşaqlar, eyni cavab alındı. İndi keçək uşaqlar, tapşırıq 11-ə.
Bunları silim uşaqlar. Görək 11-də. 11-də deyir verilmiş çoxhədlənə vurğulara ayırın. Gəlin yazaq uşaqlar. 3a çıxılsın 6ab. Üstə gələk 7a-nın kvadratı çıxılsın 14a kvadratı b. Burada uşaqlar elə qruplaşdırmalıyıq ki, bunları sonra cüt-cütdə qruplaşdıra bilək. Deməli, neyniyə? Gəlin bu AB-ləri bir yazaq və bunları da bir yazaq. Buradan 2AB-ni ortaq vuruq kimi çıxardıram. Bərabərlik qoyum. Nə qalacaq uşaqlar? Mənfi 2AB-də özdə mənfi 2AB-ni çıxardıram. Aha. Nə qalır mötərizənin içərisində? 3. Üstə gələk. Buradan da 7A qaldı. Digərindən isə uşaqları çıxardıram. Plus A-nı çıxartdım. Qaldı 3 plus 7A. İndi hər ikisində bu ortaq olduğuna görə yazıram. A çıxılsın 2AB vurulsun 3 plus 7A. Deməli, nə oldu burada? Buradan da uşaqlar ortaq vuruq kimi A-nı təkrar çıxardıram. Bərabərdir A vurulsun 1 çıxılsın 2B vurulsun 3 plus 7A. Deməli, A vurulsun 1 çıxılsın 2B 3 plus 7A C bəndi. Cavab oldu C bəndi. Sonra keçək 12-yə. 12 sadə sualdır uşaqlar. Deyir tənliyi həll edin. 12. 3x çıxılsın. Mötərizəni birbaşa vurub açıram uşaqlar. 7x çıxılsın 7 bərabərdir. Mənfi 8x çıxılsın 11. Dəyişənləri yığıram bir tərəfə, digərlərini sağ tərəfə. Nə olur uşaqlar? 11x yox, bunlar çıxmamışam hələ. Mənfi 4x üstə gələk 8x bərabərdir. Mənfi 11 üstə gələk 7. 4x bərabərdir 4-ə. Mənfi 4-ə. X də bərabərdir. Mənfi 1-ə. Cavab oldu. Mənfi 1 bu bəndi. Sonra uşaqlar 13. Çoxhədlər deyir üzərində əməlləri yerinə yetirin. Gəlin baxaq. Deməli bunları nə etməliyik uşaqlar? İslah varsa islah aparmalıyıq və ya vurma bölmə varsa onları yerinə yetirməliyik. Yazıram A-nın kubu çıxılsın 3A plus 20. Sonra uşaqlar davam edək. Plus A çıx 4A-nın kubu çıxılsın 2. Çıxılsın burada uşaqlar mənfiyə diqqət yetiririk. 2A üstə gələk A-nın kvadratı. Nəhayət yazdıq, qutardıq. Bərabərdir uşaqlar. Deməli, uşaqlar baxın, burada hardan başlayaq? Kublarımız hansılardır? Kub burada A kubu var. Mənfi 4A-nın kubu var. Bu bərabər olacaq nəyə? Mənfi 3A-nın kubu. Bunlar getdi. Sonra uşaqlar gəldim A ilə olanlara. Baxın. Mənfi 3A. A nə elədi? Mənfi 2A. Mənfi 2A. Mənfi 2A. Bu da oldu. Mənfi. Bu da olacaq uşaqlar. Mənfi 4A. Çıxılsın 4A. Bunlar da getdi. Sonra 20 üstə gələk A kvadratı. Sonra çıxılsın uşaqlar. 20 mənfi 2. Üstə gələk 18. Deməli, mənfi 3A kubu. Üstə gələk. Sıralama ilə yazım uşaqlar. Çoxhədlər böyükdən kiçiyə doğru düzülür. Bərabərdə buradan yazırım. Mənfi 3A-nın kubu. Üstə gələk A-nın kvadratı çıxılsın 4A. Üstə gələk 18. Mənfi 3A kubu üstə gələk A kvadratı çıxılsın 4-ə. Cavab oldu D bəndi. Aha, uşaqları 13-ü də silirəm, keçirəm 14-ə. 14-də uşaqlar deyir tənliyi həll edin. Modulda 4x çıxılsın 7 bərabərdir 9-a. Uşaqlar modul tənlikləri həll edərkən bilirsiniz ki, nə edirik? Ya birincidə olduğu kimi çıxardırıq, ikincidə əksi kimi. Yəni 4x çıxılsın 7 bir dəfə 9-a bərabərdir. Bir dəfə də 4x çıxılsın 7 mənfi 9-a bərabərdir. İndi yazıram. 4x bərabərdir 10, 6x bərabərdir 4-ə. 4x bərabərdir mənfi 2-yə, x bərabərdir mənfi 2-də 1-ə. Sonra keçirik 15 uşaqlar. Nə oldu? Mənfi 2-də 1 0-da 5-dir. 4 mənfi 0-da 5 A bəndi. Keçdik uşaqlar 15-ə. 15-də nə deyir bizə? 15-də deyir verilmiş bucağın tən bölənini pərgarla qurun. Məndə pərgar olmadığı üçün belə qurdum.
Aha, yəni 2 dənə bərabər bucağa ayırdı. Sonra 16. 16-nı uşaqlar bayaq yaz. Amma burada mənfi tam əllərini istəyir. Bayaq yazdığımız tipdədir. 16. Mənfi 3 kiçikdir x, kiçik bərabərdir 4. Yazıram uşaqlar. X-in qiymətləri nədir? Mənfi 2, aldığı qiymətlər mənfi. Mənfi 1, şu. Mənfi 2, mənfi 1. Bizdən də onu istəyir. Cavab oldu. Mənfi 2, mənfi 1. Keçdim 17-yə. 17-də deyir bərabərsizliyini ödəyən bir neçə rasional ədəd yazın. Gəlin baxaq. X çıxılsın. 5,2 modulda da kiçikdir 2-dən. Uşaqlar, bərabərsizlik də moduldan, modul bərabərsizlik. Bir dəfə özü kimi çıxır, bir dəfə əksi kimi. Yəni, x çıxılsın. Həcə. 5,2 bir dəfə də uşaqlar əksi kimi çıxır. Bu zaman işarəni dəyişirik. Böyükdür mənfi 2-dən. İndi həll eləyək uşaqlar. X kiçikdir 7,2-dən. Burada isə x böyükdür. Nədən? Mənfi 5-də 2 keçir, sağ tərəf olur müsbət 3,2-dən. Yəni, bərabərsizliyimiz harada yerləşir uşaqlar? 3,2 ilə 7,2-nin arasında. Burada yerləşir. Deməli, bir neçədir rasional ədəd yazın. Buradan yaza bilərik, misal üçün. Bu aralıqda istədilən ədədi yaza bilərik. 7,2. Bu da belə. Sonra keçək 18-ə. 18-də uşaqlar deyir ki, verilmiş dövrünlük kəsirləri adi kəsirə çevirin. Bu sadə sualda gəlin yazaq. 3 tam dövrdə 4 bərabərdir. 3 mötərizənin içərisindəki ədədin sayı qədər 9 yazırıq, sürət ədədin özünü. Bu belə. Bu bəndini yazıram uşaqlar. 0 tam mötərizədə 12 bərabərdir. 99-da 12. İxtisar varsa aparırıq. 3-ə bölürəm. 33-də 4. Sonra keçdim C-yə. 1 tam 2 dövrdə 8. Bərabərdir. 1 qalır yerində uşaqlar. Tam hissə məxrəci yazıram. Mötərizənin içərisindəki ədədin sayı qədər 9. Bu qədər də 0 oldu 90. Surətdə 28 çıxılsın 2 bərabərdir. 1 tam 90-da 26. İxtisar da apardım. Qaldı 1 tam 45-də 13. Bu da C bəndi. Keçək indi 19-a. Burada eyni suala baxan təkrar yenə veriblər bizə. Bu da elə birinci sualın eynisidir. Demək olar yenə təkrardır. Yazaq uşaqlar. Da veriblərsə neyniyək? 19. Deyir, verilmiş kəsirlər dövrü onluq kəsir kimi yazın. 5 bölünsün 12. Gəlin 5-i bölək 12-yə. 5-in içində 12 yoxdur, 0 tam. 50-in içində 12 4 dəfə. Çıxdıq 48 qaldı 2. 20-in içində 12 1 dəfə. Çıxdıq 12 qaldı 8. 8-in içində 12 yoxdur, 0. Düşəcək 7 dəfə. Çıxdıq 72 qaldı 8. 8-in içində 80-in içində 12 7 dəfə və s. davam edir. Bu da olur 0 tam 41 dövrdə 7. Bu belə. Bu birincinin cavabı. Gəlin elə buraya yazaq. 0 4 1 7. Biraz böyük oldu, balaca yazım. 0 4 1 dövrdə 7. Aha. Keçirəm, bunu silirəm uşaqlar. Keçirəm ikincisinə. 8 bölünsün 9. 8-in içində 9 yoxdur, 0 tam. 80-in içində 9. Neçə dəfədir uşaqlar? 8 dəfə çıxılsın 72. Qaldı 8. 80. 8-in içində 9 yoxdur, 80. Deməli, bu da belə davam edəcək. Bu da bərabərdir 0,8. 0, dövrdə 8. Sonra bunu da silirəm uşaqlar. Yazıram axırıncısına. 16 bölünsün 45. Aha, 16 45-ə bölünmür. Buraya yazıram 0. Burada 160-ın içində 45 3 dəfə. Deməli 120, 135 çıxdım 135-i. Nə qaldı uşaqlar?
Aha, burada da qaldı. 25. Burada deməli nə olur uşaqlar? 250 bölünsün 45. 250 bunun da içində düşəcək 5 dəfə və bu şəkildə davam eləyir. Olur 0, 3, dövrdə 5. Bu da oldu üçüncüsünün cavabı. 0, virgül 3, dövrdə 5. Bu da belə. Bunu da silim uşaqlar. Keçək sonuncu 20-ci suala. Aha, uşaqlar burada yenə bayaqki kimidir. NA var, NB var, A kəsişmə B-si var. Bizdən NA birləşmə B-ni istəyir. Gəlin düsturumuzda yerinə yazaq. 22 üstə gələk 34. Düsturu bayaq qeyd eləmişdim uşaqlar. Çıxılsın 11 bərabərdir nə? 56 çıxılsın 11 bərabərdir 45. Bu da bizim 20-ci sualımız uşaqlar. Sağ olun, salamat qalın. Monitorinqdə hər birinizə uğurlar arzulayıram. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Hələlik.